Sosial şəbəkələrdə yəqin ki, ermənilərin bu iddialarını tez-tez eşitmisiniz. Ermənilər Urartuları da erməni adlandırırlar və dolayısıyla Urartuları özlərinin babaları olaraq göstərirlər. Həqiqətən də bu belədirmi? Ermənilər Urartuların nəticəsidirlərmi? Elm bu barədə nə deyir? Ermənilərin qədim və möhtəşəm Urartu sivilizasiyasının birbaşa varisləri olması iddiaları tez-tez qarşımıza çıxır. Bəs bu sadəcə bir əfsanədir, yoxsa həqiqət? Gəlin, bu sualın cavabını elmi dəlillərin işığında araşdıraq. Genetik və dilçilik araşdırmaları bizə nəyi göstərir? Genetik dəlillər, qan bağı varmı? Son dövrlərdə aparılan genetik araşdırmalar Urartu əhalisi ilə müasir ermənilər arasında birbaşa genetik əlaqənin olmadığını ortaya qoyur. Elmi tədqiqatlar göstərir ki, Urartuların genetik tərkibi müasir ermənilərdən əhəmiyyətli dərəcədə fərqlidir. Bu o deməkdir ki, onlar qan bağı ilə bir-birinə bağlı deyil, sadəcə eyni coğrafiyada yaşamışdılar. Müasir ermənilərin genetik quruluşu isə regionun digər xalqları ilə daha çox oxşarlıq təşkil edir. Bu da tarixdə müxtəlif xalqlarla qarşılıqlı əlaqənin nəticəsidir. Dilçilik dəlilləri, Urartu dili. Dilçilik dəlilləri də genetik araşdırmaları təsdiqləyir. Urartu dili Hurri və Elam dilləri ilə eyni, yəni Hurri-Urartu dil ailəsinə daxildir. Erməni dili isə Hind-Avropa dil ailəsinin müstəqil bir qoludur. Bu iki dil arasında böyük fərqlər var və birinin digərindən törəməsi qeyri-mümkündür. Dilçilər Urartu dilindən erməni dilinə keçən cəmi bir neçə sözün olduğunu qeyd edirlər ki, bu da birbaşa əcdad nəsil əlaqəsini deyil, sadəcə mədəni təmasları göstərir. Elmi dəlillər açıq şəkildə göstərir ki, ermənilərin Urartuların birbaşa varisləri olduğu iddiası əsası olmayan bir uydurmadır. Urartular və ermənilər həm genetik, həm də dil baxımından fərqli qruplara aiddirlər. Bəs siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi və suallarınızı rəylərdə gözləyirik.